Bugün biz seninle içindeki kraliçanı oyatmak için bir meditasiya edeceğiz. Sadece de, ben artık hazırım. Özüme qayıtmağa, öz gücümü hatırlamağa. Dərindən bir nəfəs al və nəfəsini verəndə gözlərini yavaş-yavaş bağla. Burnundan nəfəs al, bütün nəfəsi qarnına doldur və ver. Hər nəfəs verdikcə bədənin daha da rahatlayır, çiyinlərin yüngülləşir, üzün sakitləşir, onurğan daha da düz dayanır. Nəfəs alıb verdikcə bütün bədənin rahatlayır. Nəfəs al və ver. Nəfəs al və nəfəs alarkən düşün ki, sən həyatın özüsən və həyat sənin içindən axmaq istəyir və nəfəsi ver. Sanki nəfəs alıb verdikcə yaradandan bir enerji bədənini sənə aid olmayan bütün duyğulardan təmizləyir. Yavaş-yavaş rahatlayırsan. Nəfəs al və ver. Al və ver. Bütün çanağın, bütün ayaqların, qolların, əllərin rahatlayır. Və istəyirəm ki, indi düşünəsən ki, içində bir saray var. Və burası sənin daxili sarayındır. Orada heç kim səni mühakimə etmir və sən tam istədiyin kimi varsan. Və sanki qarşında bir qadın dayanıb, öz tacın geyinib, taxtında oturub, çox zərifdir, sakitdir, gözləri biliklə doludur. Diqqətlə baxanda görürsən ki, bu qadının yad deyil, sənin aynadakı yansımandır. Diqqətlə baxanda sağına, soluna görürsən ki, sən o tacını geyinmişsən, o taxtda oturmuşsan və bu anda daxilindən belə bir səs eşidirsən. Sən unutmadın. Sən kraliçə olduğunu unutmadın. Sadəcə bir müddət sustun və səsli şəkildə de, mən içimdəki kraliçanı qəbul edirəm. O mənim həqiqi gücümdür. Sanki bu anda ətrafdan səslər gəlir. Sən heç kimə lazım deyilsən. Səni anlamaq çətindir. Çox verirsən, amma yenə də seçilmirsən. Sən qorxursan, sən zəifsən. Sən sevilmək üçün dəyişməlisən. Sən hər şeyi çox hiss edirsən. Sən heç vaxt kifayət olmayacaqsan. Özünü göstərsən, sevilməyəcəksən. Və buna bənzər ifadələr səslənir. Bunları eşit, hamısını dinlə. Emosiyalarını burax. Bədəninin rahatlamasına icazə ver sadəcə. Və bu sözləri deyən insanlar sanki bir qarşına gəlirlər. Və sonda hamısı bir insana çevrilir. Diqqətlə bax. Bu sözləri sənə deyən kimdir? Bu hansı valideynindir? Sənə bu sözləri hansı valideynin deyib həmişə? Və yaxud bu sənin hansı kölgəndir? Onu gör. Ona
Bərk-bərk sarıl. Onu qucaqla. Onu qəbul et. O da var. Sənin bu sözlərə də ehtiyacın var. Daha güclü məni yaratmaq üçün bu sözlərə də ehtiyacın var. Bərk-bərk qucaqla. Bu sözləri sənə deyən valideynini və ya kölgəni bərk-bərk qucaqla. Elə qucaqla ki, o şam kimi səndə ərisin və bütünlüklə səndə yox olsun. Və bunu hiss elə. O əriyir, əriyir və yox olur. Və bu sözləri de proses ərzində. Mən bu səsləri tanıyıram. Onlar mənə aid deyil. Mən onları buraxıram. Mən qəbul edirəm ki, mən zərifəm və bu mənim gücümdür. Mən hiss edirəm, çünki yaşayıram. Mən seçilməyə layiqəm. Mən varam. Mən dəyərliyəm. Mən özümə güvənirəm. Dərindən nəfəs al və ver. Al və ver. Sanki nəfəs alıb verdikcə söylədiyim bu sözlər içində tam səninlə birləşir. Aha. İndi yavaş-yavaş irəliləyirsən. Böyük bir zala daxil olursan. Müəyyən eləməyə çalışırsan ki, bura haradır? Axı sən buranı görməmisən. Və irəlilədikcə görürsən ki, tam ortada parıldayan bir taxt var. Və ona yaxınlaşırsan. Və o taxtda oturursan. Tacını geyinirsən. Və de, mən bu taxta sevgi ilə otururam. Mənim gücüm qışqırmaq deyil. Mənim gücüm sakit dayandığım yerdədir. Zərifliyim mənim qalxanımdır. Mən artıq görünürəm, parıldayıram. Mən kraliçayam. Və sanki önündə bir pəncərə açılır və özünün gələcəkdəki versiyasını görürsən. Qamətin dikdir. Necə zərif olduğunu hiss edirsən və gülümsəyirsən. Artıq başqalarının sözlərinə ehtiyac yoxdur. Kraliçə olan səni o pəncərədən izlə. Artıq səni yaradırsan və təkrarla. Mən indi həyatımda yeni bir reallığı seçirəm. Sevgi, bərəkət, rahatlıq həyatımda mənimlədir. Mən öz dəyərimi bilirəm. Mən özümü çox sevirəm. Mən özümü qəbul edirəm. Mən zəif tərəflərimi də qəbul edirəm. Mən özümü bağışlayıram. Mən artıq özümə sarılıram. Özünə sarıl. Və de, mən sevgiyə layiqəm. Dərindən nəfəs al və ver. Al və ver. Və de, mən bir kraliçayam. Mən öz ürəyimin səsini dinləyə bilərəm. O kraliça taxtında, o kraliça tacınla o anı hiss elə. İçindəki kraliçanı hiss elə. O
ona icazə ver. Kraliçə olmağa özünə icazə ver. Özünü hazır hiss edəndə gözlərini aç. Xoş gəldin kraliçə.